kişinin üstünlüğü meselesi. Bunu çox manipulyasiya edirlər bu mövzunun ətrafındakı kişi niyə üstün olmalıdır? Bax, oğlan niyə gözəl qız seçir ki? Oğlan gözəl olmayan qızı almayacaq. Problemdir qız üçün gözəllik. Yəni qız mütləq, Allah da onu gözəl yaradır və mütləq bu gözəl olmalı ki, oğlanda eşq yaransın. Peki bu qız nə zaman oğlana aşık olur? O zaman ki onda bir üstünlük, onda bir centilmenlik, onda bir ucalıq, bir qəhrəmanlıq hissi görür. Hiss edir ki, bu məndən ötürü ölər. Bir sürü canavarla mübarizəyə qalxar məndən ötürü. Qalib gələr, gəlməz, önemli deyil. Amma məndən ötürü ölməyə hazır olan birisidir. O mənim qəhrəmanımdır. O mənim evlatlarımın qəhrəmanı olacaq. Sən özündən üstün birisini seçirsən, ona tabi olacaqsan, onun qoluna girəcəksən, onun arxasında gizlənəcəksən. Qadınlar kişini bu cür seçirlər. İndi nə oldu ki, sən əvvəla seçəndə gözlük geniş aç, yaxşı bax. Səndən üstün birisini seç və onun üstünlüyü sənə yaralayıcı olmasın. Sən əziyyət çəkməyəsən onun üstünlüyünü qəbul eləyəndə. Necə ki, məsəl üçün, o sənin gözəlliyi aşiqidir, bunu qəbul eləyir deyə səndən evlənir. Sən də onun üstünlüyünü qəbul eləməlisən. Bu sənin üçün təbii olmalıdır, onun üstünlüyü. İndi bunu problemə çeviriblər ki, kişi niyə ailədə üstün olmalıdır? Yox, bəlkə kişi olmasın o. O üstün olmayacaqsa, sən ona heç belə hissin yaranmayacaq. Qadın heç elektrik almayacaq ərindən. Qadın yalnız o kişidən elektrik alır ki, onu hər mənada özündən üstün görür. Bilirsiniz, kökünü qazırlar ailə münasibətləri. Evlənməyin ha qızım, amma evlənəndə elə bir oğlana get ki, onu özündən üstün görürsən. Ki sonra bu sənə əziyyət verməsin, onun üstünlüyünü həzm eləmək. Və o üstünlük uşaqların tərbiyəsi üçün də çox önəmlidir. Uşaqlar ailənin başını görməlidir. Avtoritet görməlidir ki, nizam olsun. Deyirlər ki, ailədə bu olmamalıdır. Ailə hər hansı bir insanların bir qurumu kimi bir şeydir.